Vaxt itirmədən fevral ayı bürc proqnozlarına. Qoç bürcü ilə dərhal başlayaq. Daha sonra isə ardıcıllıqla buğa, xərçəng, əkizlər, şir, qız, tərəzi, əqrəb, oxatan, oğlaq, dolça və balıq bürcləri üçün proqnozlarımı da sizlərlə paylaşacağam. Əziz qoçlar və yüksələni qoç olanlar. Fevral ayına sanki artıq belə yaşamaq istəmirəm hissi ilə daxil olursunuz. Səma sizi həm oyadır, həm də istiqamət dəyişməli olduğunuz sahələri açıq şəkildə göstərir. Xüsusilə 14-cü, 15-ci, 16-cı fevral tarixləri ətrafında Saturn və Neptunun Qoç bürcündəki təsirləri ilə birlikdə həyatınızda köhnə vərdişləri, yanlış istiqamətləri və sizi yoran nizamları geridə qoyma ehtiyacı daha güclü hiss olunacaq. Bu, sadə bir fərqindəlik deyil, köklü bir daxili qərar mərhələsidir. Ayın lap əvvəlində, 2 fevralda, Şir bürcündə baş verən dolunay ürəyinizə toxunur. Sevgi, uşaqlar, yaradıcılıq, özünə inam və özünüzü ifadə etdiyiniz sahələr daha görünən hala gəlir. Bu dolunay sizə belə bir sual verdirdir. Ürəyimi qoyduğum şey məni həqiqətən xoşbəxt edirmi? Sevgi həyatınızda qürur mövzulu incimələr yaşana bilər. Bir məyusluq dərin bir fərqindəliyə çevrilə və ya əksinə, gözlənilməz bir sevgi ilə güclü emosional həyəcan hiss edə bilərsiniz. Uşaqlarla bağlı önəmli bir dərk yaşayaraq, baxış bucağınızı dəyişə, yaradıcı bir işdə isə artıq səhnəyə çıxıram demək cəsarətini tapa bilərsiniz. İş həyatında isə əməyimin qarşılığını almıram hissi ilə bir mövzunu açmaq, hətta maaş artımı və ya dəyər tələb etmək gündəmə gələ bilər. Burada əsas məsələ budur. Reaksiya mı verirsiniz, yoxsa həqiqətən doğru bir addım mı atırsınız? Bu fərqi ayırd etmək olduqca vacibdir. 5, 6, 7 fevral tarixləri ətrafında Merkuriy-Uran sərt bucağı aktiv olacaq. Bu, bir neçə gün deyilən tək bir sözün hər şey dəyişə biləcəyi bir zamandır. Bir cümlə, bir münasibəti başlada, bir layihəni bitirə və ya əksinə, kəskin qopmalara səbəb ola bilər. Buna görə də bu günlərdə sözlərinizə xüsusilə diqqət yetirməyiniz çox önəmlidir. Ayın ortasına doğru 7 fevralda Merkurinin, 10 fevralda isə Veneranın balıq bürcünə keçməsi sizi bir qədər geri plana çəkir. Yanvar boyunca çox çalışdınız, mübarizə apardınız, istiqamət verdiniz. İndi isə ruhunuz sizə dayan və nəfəs al deyir. Tək qalmaq, dincəlmək, sezgilərinizə qulaq asmaq və pərdə arxasında planlar qurmaq bu dövrdə sizə çox yaxşı təsir edəcək. Böyük qərarlar almaqdansa, onları yetişdirmək daha doğru olacaq. 14 fevralda Saturnun Qoç bürcünə keçməsi fevral ayının ən önəmli dönüş nöqtəsidir. Qarşınızda təxminən 2,5 illik ciddi bir strukturlaşma dövrü başlayır. Həyat sizə bunu xatırladır. Cəsarət sürət deyil, zamanlama məsələsidir. Daha planlı, daha səbirli və daha realist olmağınız gərəkəcək. Səbirsizlik, tələskənlik və tez olsun yanaşması bu dövrdə sizi çətin vəziyyətə sala bilər. Lakin səbr etməyi bacarsanız, həm sağlamlığınızda, həm də həyat istiqamətinizdə möhkəm bir zəmin qura bilərsiniz. 17 fevralda Dolça bürcündə baş verəcək günəş tutulması, sosial çevrənizi və gələcəyə dair hədəflərinizi köklü şəkildə təsir altına alır. Qarşıdakı 6 ay ərzində dostluqlarınız, daxil olduğunuz komandalar, sosial qruplar və çevrə əlaqələriniz dəyişə bilər. Bəzi insanlarla yollar ayrılacaq, bəzi mühitlərdən çıxacaqsınız. Səbəb sadədir. Artıq eyni vizyonu paylaşmırsınız. Baxış bucağınız yüksəldikcə, həyatınızdakı insanların keyfiyyəti də dəyişir. Bu tutulma sizi liderliyə, şəxsi imicinizi gücləndirməyə və öz gələcəyinizə sahib çıxmağa çağırır. Ayın sonuna doğru, 26-dan 28-ə qədər, fevral tarixləri ətrafında Mars-Uran sərt bucağı aktivləşəcək. Bu təsir, tələskənliyin riskli olduğunu açıq şəkildə göstərir. Fiziki qəzalar, ani maddi itkilər və düşünülməmiş münasibət qərarları üçün həssas bir dövrdür. Xüsusilə bu tarixlərdə sürətdən, riskdən və qəfil çıxışlardan uzaq durmaq olduqca vacibdir. Yanlış zamanda atılan kiçik bir addım böyük problemlərə yol aça bilər. Sevgi sahəsində isə sürpriz yaxınlaşmalar, gözlənilməz etiraflar və sosial media üzərindən inkişaf edən təmaslar mümkündür. Yeni bir münasibət başlaya bilər, lakin burada da əsas açar söz tələsməməkdir. Dolça teması aktivkən münasibətlərə boşluq tanımaq,
söhbəti və zehni uyğunluğu ön planda saxlamaq daha qalıcı nəticələr verəcək. Xülasə olaraq, əziz qoçlar, fevral ayı sizin üçün oyanış, saflaşma və yenidən istiqamət müəyyənləşdirmə dövrüdür. Sosial həyatınız, sevgi, yaradıcılıq və daxili dünyanız hərəkətdəykən, eyni zamanda uzun müddətli və ciddi bir qurulma prosesinin də təməlini atırsınız. Özünüzü zorlamadan, səbirli və strateji şəkildə irəliləsəniz, həm münasibətlərdə, həm də həyatda daha güclü bir mövqeyə yüksələ bilərsiniz. Fərqindəlik dolu, gözəl bir fevral ayı arzuluyuram. Əziz buğa və yüksələni. Buğa olanlar, fevral ayına ev, ailə və yuva mövzularının güclü şəkildə ön plana çıxdığı bir enerji ilə daxil olursunuz. Ayın lap əvvəlində, 2 fevralda baş verən dolunay, yaşayış məkanınızda uzun müddətdir görməzlikdən gəlinən mövzuları üzə çıxarır. Ev düzəniniz, ailə-daxili tarazlıqlar, valideynlərinizlə bağlı inkişaflar, eləcə də köçmə, yer dəyişdirmə və daşınmaz əmlakla əlaqəli qərarlar bu dolunayla birlikdə gündəminizə yerləşə bilər. Karyeraya və cəmiyyət qarşısındakı mövqeyinizə fokuslandığınız bir dövrdə, ev sahəsində də məsuliyyət götürməyiniz lazım gələ bilər. Bu proses sizi əslində bu sualla üz-üzə qoyur. Həyatımı doğrudan da mən mi idarə edirəm? Bu dolunay ailə mövzularında nəzarəti ələ almağınızı və bəzi məsələləri artıq ertələməməyinizi istəyir. Bəzi buğalar üçün ailə böyüklərinin sağlamlıq vəziyyəti ilə daha yaxından maraqlanmaq, bəziləri üçün isə evlə bağlı mühüm bir qərar vermək gündəmə gələ bilər. İlk baxışda çətin görünsə də, bu fərqindəlik uzun müddətdə sizi daha möhkəm bir zəminə daşıyacaq. Ayın davamında 7 fevralda Merkurinin, 10 fevralda isə Veneranın balıq bürcünə keçməsi sosial həyatınızı canlandırır. Dostlarla daha çox vaxt keçirmək, dəvətlər, təşkilatlar və qrup fəaliyyətləri ön plana çıxarkən, işdən əldə etdiyiniz gəlirləri artırmaq istiqamətində də gözəl fürsətlər yarana bilər. Bu dövr qazancınızı böyütmək və ətrafınızdan dəstək almaq baxımından ümidverici görünür. Lakin 8-dən 9-a qədər fevral tarixləri ətrafında Venera-Uran təsirləri aktivkən, xüsusilə sevgi və maliyyə mövzularında ani çıxışlara diqqət etməlisiniz. Gözlənilməz qopmalar, sərt sözlər və ya zarafat niyyəti ilə deyilən, amma qarşı tərəfi incidə biləcək ifadələr problem yarada bilər. Eyni hal qarşı tərəfdən də gələ bilər. Bu günlərdə həddini bildirmək refleksi əvəzinə geri çəkilmək daha ağıllı seçim olacaq. Ayın ən önəmli keçidlərindən biri 14 fevralda Saturnun Qoç bürcünə keçməsidir. Bu keçidlə birlikdə qarşınızda təxminən 2,5 illik bir bağlanma və daxili təmizlənmə dövrü başlayır. Həyatınızda tamamlanmalı olan mərhələlər, bitməli işlər və vidalaşmalı olduğunuz insanlar bu prosesdə tədricən aydınlaşacaq. Xüsusilə səyahətlər, təhsil, media, ticarət təşəbbüsləri və gələcək planlarla bağlı mövzularda artıq alınmırsa zorlamamaq ən doğru yanaşma olacaq. Hadisələrin axarına uyğun davranmağı və hər şeyi şəxsi yükə çevirməməyi öyrənməli olduğunuz bir dövrdəsiniz. 17 fevralda baş verəcək günəş tutulması, karsiyera, status və həyat istiqaməti sahələrinizi güclü şəkildə təsir altına alır. Qarşıdakı 6 ay ərzində iş həyatınızda ani inkişaflar, istiqamət dəyişiklikləri, vəzifə və ya məqsədlərinizi sual altına alma prosesi başlaya bilər. Bu peşə məni doğrudan da təmsil edirmi? Mən əslində bundan daha artığıyam kimi suallar zehninizi məşğul edə bilər. Bəzi buğalar üçün yüksəliş, bəziləri üçün isə radikal bir istiqamət dəyişikliyi və ya işdən ayrılma qərarı gündəmə gələ bilər. Bu tutulma sizi komfort zonanızdan çıxararaq həqiqi potensialınızı dərk etməyə çağırır. Dəyişiklik ilk anda qorxuducu görünsə də, uzun müddətdə xeyrinizə işləyəcək. Bu dövrdə köçmə, ev alqı-satqısı və ailə ilə bağlı üzləşmələr də sürətlənə bilər. Ev düzəninizdə qəfil dəyişikliklər yaşana bilər. Unutmayın, bu təsirlər sizi yuvanızdan məhrum etmək üçün deyil, həqiqi aidiyyət hissinizi yenidən tanımlamağınız üçün ortaya çıxır. Ayın sonuna doğru, 26 fevraldan etibarən Merkurinin geri hərəkətə hazırlaşması, sosial çevrə və dostluq sahəsində ünsiyyət anlaşılmazlıqlarına açıq bir dövrə işarə edir. Köhnə dostlarla əlaqələr arta bilər, lakin yeni tanışlıqlarda yanlış anlaşılmalar yaşana bilər. Bu səbəbdən mühüm planları və qərarları ayın ilk yarısında dəqiqləşdirmək daha sağlam olacaq. Xülasə olaraq, əziz buğalar, fevral ayı sizin üçün oyanış, üzləşmə
və yenidən istiqamət müəyyənləşdirmə zamanıdır. Komfort zonanızı sorğulayacaq. Sizi məmnun etməyən, yavaş, amma ağır irəliləyən hər şeyi həyatınızdan tədricən təmizləyəcəksiniz. Dəyişiklikdən qorxmadığınız və axına güvəndiyiniz müddətcə, bu ay sizə güclü bir şüur sıçrayışı və uzunmüddətli daxili möhkəmlik qazandıracaq. Gözəl və fərqindəlik dolu bir ay arzuluyuram. Əziz ikizlər və yüksələni ikizlər olanlar. Ünsiyyətin sürətləndiyi, zehnin demək olar ki, fasiləsiz işlədiyi çox önəmli bir ay və həftə başlayır. Fevral ayına daxil olarkən diqqətiniz tamamilə xəbərlərə, söhbətlərə, yazışmalara, təlimlərə və yaxın ətrafınızda baş verən hadisələrə yönələcək. Bunun əsas səbəbi ayın lap əvvəlində yaxın çevrə, bacı-qardaşlar, qohumlar, təhsil və ünsiyyət sahələrinizi hərəkətə gətirən güclü bir dolunayın baş verməsidir. Bu dövrdə maraq hissiniz artır. Öyrənmək, yeni biliklər əldə etmək, qısa səfərlərə çıxmaq və fərqli insanlarla ünsiyyət qurmaq istəyirsiniz. Ancaq məhz bu prosesdə bacı-qardaşlarınızın, kuzenlərinizin, qonşularınızın və ya çox yaxın dostlarınızın həyatında yaşanan hadisələr sizi birbaşa təsirləndirə bilər. Onlarla münasibətlərinizi yenidən dəyərləndirə, bəzi bağların sizə necə təsir etdiyini daha aydın görə bilərsiniz. Əgər ticarət təşəbbüsləriniz, satış, reklam, marketinq və ya təhsillə bağlı işləriniz varsa, bu dolunay onların nəticələrini daha görünən hala gətirə bilər. Ayın əvvəlində baş verən Şir bürcündəki dolunay xüsusilə sözlərə diqqət yetirilməli olduğunu vurğulayır. Bu dövrdə deyilən bir cümlə böyüyə, yanlış ifadə isə geri dönüşü çətin olan nəticələr doğura bilər. Haqlı olmaqmı, doğru olmaqmı, yoxsa rahat olmaqmı sualı tez-tez qarşınıza çıxa bilər. Şayələrdən, ego mərkəzli çıxışlardan və tələsik reaksiyalardan uzaq durmağınız çox önəmlidir. Sosial mediada paylaşımlar, mesajlaşmalar və söhbətlər əlavə diqqət tələb edir. Fevral ayı eyni zamanda taleyi sürətləndirən təsirlər də daşıyır. İdarəçi planetiniz Merkuri, Uranla qurduğu sərt bucaqlarla zehninizi inanılmaz dərəcədə sürətləndirə bilər. Ani fərqindəliklər, gözlənilməz xəbərlər və sürpriz hadisələr gündəmə gələ bilər. 4-cü fevraldan 6-cı fevral ətrafında zehni narahatlıq, yuxusuzluq və daxili nəsə yolunda deyil hissi yaşaya bilərsiniz. Bu günlərdə özünüzü həddindən artıq yükləməyin. Proqramınızı yüngülləşdirin. 5-dən 7-yə qədər fevral tarixləri xüsusilə ani qərarlara, düşünülmədən deyilən sözlərə və sonradan peşmanlıq yarada biləcək çıxışlara açıqdır. Hər düşündüyünüzü demək məcburiyyətində deyilsiniz. Bəzən susmaq ən böyük müdriklikdir. 7 fevraldan etibarən Merkuri balıq bürcünə keçdikdə məntiqdən çox sezgilər ön plana çıxır. Zehniniz bir qədər bulanıqlaşa, qərarsızlıq arta bilər. Bu səbəbdən 7 fevraldan 10 fevral tarixləri arasında böyük qərarlar almaqdansa müşahidə etmək, gözləmək və axını izləmək daha sağlam olacaq. Veneranın da balıq bürcünə keçməsi karyera sahənizi hərəkətləndirir. Vacib görüşlər, iclaslar və rəhbərlərlə təmaslar gündəmə gələ bilər. 14 fevralda Saturnun Qoç bürcünə keçidi ilə birlikdə təxminən 2,5 illik yeni bir dövr başlayır. Sosial çevrəniz, dostluqlarınız, daxil olduğunuz qruplar, dərnəklər və uzun müddətli hədəfləriniz bu müddətdə ciddi bir sınaqdan keçəcək. Kimlərlə yolunuza davam edəcəyinizə, kimlərlə vidalaşmalı olduğunuza qərar verəcəyiniz bir mərhələdəsiz. İşdən əldə olunan gəlirlərdə eniş-yoxuşlar yaşana bilər. Lakin bu proses sizə daha möhkəm bir struktur qurmaq imkanı verəcək. 17 fevralda baş verəcək günəş tutulması isə ayın və hətta qarşıdakı 6 ayın ən önəmli dönüş nöqtələrindən biridir. Təhsil, səfərlər, xariclə əlaqəli işlər, media, hüquq və ticarət sahələrində güclü bir tamamlanma və məcburi istiqamət dəyişikliyi baş verə bilər. Gözlənilməz bir xəbər, ləğv və ya ani hadisə planlarınızı dəyişdirə bilər. Bu tutulma sizə həyatın axınına güvən mesajı verir. Nə qədər çox nəzarət etməyə çalışsanız, bir o qədər çətinləşə bilər. Təslim olduqca isə rahatlayacaqsınız. Ayın sonuna doğru mənzərə tamamilə dəyişir. Əvvəldə yaşanan qarışıqlıqlar, gərginliklər və qeyri-müəyyənliklər yavaş-yavaş aydınlaşmağa başlayır. 26 fevraldan sonra Merkurinin karyera sahənizdə geri hərəkətə hazırlaşması səbəbilə
Vacib iş və karyera qərarlarını bu tarixdən əvvəl vermək daha məqsədə uyğundur. Ayın son günlərində Merkuri və Veneranın qovuşması əvvəlcə qarışıq görünən mövzuları yumşalda bilər. Gözlənilən bir söhbət rahatlaşar, bir razılaşma aydınlaşar, bir münasibət tarazlaşar. Qısaca, əziz ikizlər, bu ay sözləriniz, qərarlarınız və zehni refleksləriniz düşündüyünüzdən qat-qat güclü nəticələr yaradır. Ayın əvvəlindəki gərginliyi ayın sonuna daşımayın. Çünki hekayə başladığı kimi bitməyəcək. Səbirli, şüurlu və fərqindəliklə irəlilədiyinizdə, fevral ayı sizi daha aydın və işıqlı bir nöqtəyə aparacaq. Gözəl bir ay arzuluyuram. Əziz xərçəng və yüksələni xərçəng olanlar, fevral ayına pul, güvən və öz dəyər mövzularının güclü şəkildə ön plana çıxdığı bir atmosferlə daxil olursunuz. Ayın lap əvvəlində baş verən dolunay maddi məsələləri sürətləndirir. Əlinizə bir ödəniş keçə bilər, uzun zamandır gözlədiyiniz bir məbləğ gündəmə gələ bilər və ya xərclər borclar balansı ilə üzləşə bilərsiniz. Bu prosesdə əsas məsələ təkcə pul deyil, pulla qurduğunuz münasibət olacaq. Nə qədər verirsiniz, nə qədər alırsınız. Əməyinizin qarşılığını həqiqətən alırsınızmı? Dolunay sizə məhz bunu göstərəcək. Maddi hərəkətlilik artsa da, tarazlığı qorumaq və ani qərarlardan uzaq durmaq böyük əhəmiyyət daşıyır. Fevral ayı eyni zamanda güvən anlayışını yenidən dəyərləndirdiyiniz bir dövrdür. Vərdiş halına gəlmiş bağlar sizi ayaqda saxlayır. Yoxsa artıq azadlaşmağınıza mane olan zəncirlərə mi çevrilib? Bu ay bunu çox aydın şəkildə dərk edəcəksiniz. Uranın sərt təsirləri ani dəyişikliklər gətirə bilər. Xüsusilə sosial çevrə, dostluqlar və gələcək planları ilə bağlı gözlənilməz qopmalar və ya istiqamət dəyişiklikləri yaşana bilər. Artıq sizə aid olmayan bir hədəfi anlayıb, yolunuzu qəfil yeniləməyiniz mümkündür. 14 fevraldan etibarən Saturnun Qoç bürcünə keçməsi, qarşıdakı təxminən 2,5 illik dövrdə karyera sahənizi ciddi şəkildə strukturlaşdırmağa başlayır. Son 7 ildə atdığınız addımların qarşılığını alma mərhələsinə daxil olursunuz. Bu prosesdə uğur mümkündür, amma səbir şərtdir. Kəziqlər, gecikmələr və artan məsuliyyətlər zaman-zaman sizi çətinləyə bilər. Tələsməkdənsə möhkəm təməllər qurmaq və uzun müddətli düşünmək lazımdır. 20 fevral ətrafında Saturn-Neptun qovuşması iş və karyera ilə bağlı xəyallarınızı reallıqla üz-üzə gətirir. Mövcud işinizdə irəliləməkmi istəyirsiniz, yoxsa tamamilə fərqli bir yola yönəlməkmi? Bu suallar artıq aydınlaşmağa başlayacaq. 17 fevralda baş verəcək günəş tutulması ortaq maliyyə sahələrinizi hərəkətə gətirir. Qarşıdakı 6 ay ərzində borclar, kreditlər, ortaq gəlirlər, həyat yoldaşınızın və ya partnyorunuzun maddi durumu əsas gündəm mövzularına çevrilə bilər. Planlaşdırdığınız bəzi maliyyə addımları ictimai və ya xarici səbəblərə görə təxirə salına və ya fərqli istiqamət ala bilər. Bu səbəbdən riskli addımlardan uzaq durmaq, daha təhlükəsiz sahələrdə qalmaq sizin üçün ən doğru seçim olacaq. Bu tutulma eyni zamanda dərin bir təmizlənmə təsiri daşıyır. Maddi və ya emosional bir asılılığı dərk edib sonlandırmağınız, sizi yoran bir yükdən azadlaşmağınız mümkündür. Ayın ilk günlərində ünsiyyətdə gərginliklərə də diqqət yetirmək lazımdır. 5-dən 7-yə qədər fevral ətrafında yanlış anlaşılmalar, ani reaksiyalar və emosional söhbətlər problemlər yarada bilər. Bu tarixlərdə xüsusilə mesajlaşmalarda və sosial çevrədəki dialoqlarda daha ehtiyatlı olun. 7 fevraldan sonra Merkurinin Balıq bürcünə keçməsi ilə sezgiləriniz güclənir. Özünüzü daha yaxşı hiss edə, hadisələrə daha geniş prizmadan baxa bilərsiniz. 26 fevralda Merkurinin geri hərəkətə hazırlaşması ilə səfərlər, təhsil, xariclə bağlı işlər və hüquqi mövzular həssaslaşır. Bu sahələrdə vacib bir işiniz varsa, ayın sonunu gözləmədən sürətləndirməyiniz faydalı olar. Əks halda, martın ortalarına qədər gecikmələr və ünsiyyət problemləri ilə qarşılaşa bilərsiniz. Qısaca əziz xərçənglər, fevral ayı sizi maddi nizam, öz dəyər və güvən mövzuları üzərindən güclü bir fərqindəliyə aparır. Qorxularınız tətiklənə bilər, amma prosesin sonunda buna dəyərdimi deyə baxdığınızda, əslində sizi azadlaşdıran bir yolçuluq yaşadığınızı anlayacaqsınız. Həqiqi güvənin aslılıqla deyil, sağlam bağlar qura bilməkdən keçdiyini öyrənirsiniz. Ayın sonunda aydınlaşan qərarlar və edilən söhbətlər sizə rahat bir nəfəs aldıracaq.
gözəl və dəyişdirici bir ay arzuluyuram. Əziz şir və yüksələni şir olanlar. Fevral ayına həyatınızın tam mərkəzinə yerləşən güclü təsirlərlə daxil olursunuz. Bu ay sizin üçün adi deyil. Həm özünüzlə, həm də münasibətlərinizlə bağlı vacib fərqindəliklər, qərarlar və istiqamət dəyişiklikləri gündəmdədir. Ayın lap əvvəlində bürcünüzdə baş verən dolunay kimliyinizi, duruşunuzu, həyata baxışınızı və artıq belə davam edə bilmərəm dediyiniz nöqtələri üzə çıxarır. Duyğular yüksəlir. İçinizdə saxladığınız reaksiyalar açığa çıxır. Bu prosesdə ürəkdənmi, yoxsa egodanmı hərəkət etdiyinizi dərk etməyiniz həlledici olacaq. İkili münasibətlər və şəxsi həyat bu ay ən həssas sahələrdən biridir. Qarşı tərəfdən gözləntiləriniz yüksək ola bilər, lakin partnyorunuzun fərdiliyə və azadlığa daha çox ehtiyac duyduğu bir dövrdən keçməsi mümkündür. Hər şeyi nəzarətdə saxlamağa çalışmaq sizi lazımsız yerə yoracaq. Şərtləri zorlamadan axına biraz daha icazə vermək, hadisələrin təbii gedişini izləmək sizi həm ruhən, həm də fiziki olaraq rahatladacaq. Çünki bu ay münasibətlərdə tarazlıq qurmaq asan deyil, amma olduqca öyrədicidir. Dolunay eyni zamanda sağlamlığınıza diqqət çəkir. Xüsusilə ürək, təzyiq, qan dövranı sistemi, bel və boyun nahiyəsi həssas ola bilər. Bədənin verdiyi siqnalları görməzdən gəlməyin. Müayinələrdən keçmək və həyat rejiminizi gözdən keçirmək üçün doğru zamandır. Görünüşünüzlə bağlı dəyişiklik etmək, özünüzü yeniləmək istəyi də bu dövrdə kifayət qədər güclüdür. 14 fevraldan etibarən Saturnun Qoç bürcünə keçməsi ilə qarşıdakı təxminən 2,5 il ərzində həyat baxışınız, gələcək hədəfləriniz, təhsil, hüquq, xariclə bağlı işlər və ticari mövzular daha ciddi bir çərçivəyə oturur. Bu keçid sizə həm cəsarət, həm də məsuliyyət gətirir. Xəyallarınızı reallaşdırmaq, uzun müddətdir təxirə saldığınız layihələri həyata keçirmək üçün vacib bir mərhələdəsiniz. Əvvəlcə biraz təcrübəsizlik hissi yarana bilər, amma zamanla möhkəm bir struktur quracaqsınız. 17 fevralda qarşı bürcünüzdə baş verəcək günəş tutulması, münasibətlər, evliliklər, ortaq işlər və mühüm əməkdaşlıqlarla bağlı dəqiq qərarları gündəmə gətirir. Qarşıdakı 6 ay ərzində bu sahədə eniş-yoxuşlar yaşana bilər. Bir münasibət sona çata, bir ortaqlıq bitə bilər və ya əksinə, bir əlaqəni ciddiyə alma, evlilik və ya uzun müddətli birlik qərarı verilə bilər. Bu tutulma sizi tək buraxmaq üçün deyil, sizi tarazlayıb, doğru yerə aparmaq üçün işləyir. Müqavimət göstərmək əvəzinə, fərqindəliklə hərəkət etmək qazandıracaq. Ayın ikinci yarısında maliyyə mövzuları da sürətlənir. 26 fevrala dək alacaq verəcək, borcların yenidən qurulması və maliyyə tənzimləmələrini mümkün qədər tamamlamanız faydalı olar. Bu tarixdən sonra maliyyə məsələlərində gecikmələr və qarışıqlıqlar yarana bilər. Riskli addımlardan və ani çıxışlardan uzaq durmaq, xüsusilə ayın son günlərində çox vacibdir. Qısaca, əziz şirlər, bu ay səhnə sizindir, amma rolunuz dəyişir. Alqış üçün deyil, ürəkdən irəlilədikcə güclənirsiniz. Kimliyiniz, münasibətləriniz və gələcəyə dair istiqamətiniz yenidən formalaşır. Böyük qərarlar, radikal başlanğıclar, bitişlər və dərin fərqindəliklər bu ayın əsas mövzularıdır. Səbirli olun, sözlərinizi diqqətlə seçin və ani reaksiyalarla körpüləri yandırmaqdan çəkinin. Ayın sonunda hər şeyin daha aydın, daha yumşaq və sizin xeyrinizə doğru formalaşdığını görəcəksiniz. Gözəl, dəyişdirici və cəsarət verən bir ay arzuluyuram. Əziz qız və yüksələni qız olanlar. Fevral ayını bir qədər geri planda qalmağı seçərək, enerjinizi daha çox daxili dünyanıza yönəltdiyiniz bir ruh halı ilə daxil olursunuz. Bu ay hadisələrin mərkəzində olmaqdan çox, müşahidəçi mövqeyində qalmaq, baş verənləri kənardan dəyərləndirmək istəyə bilərsiniz. İş tempi, gündəlik məsuliyyətlər və sağlamlıqla bağlı mövzular sürətlənərkən, zaman-zaman yorğunluq və istəksizlik hissi də sizi müşayiət edə bilər. Bu səbəbdən ayın əvvəlində baş verən dolunay dövründə özünüzü və şəraiti həddindən artıq zorlamamağınız çox önəmlidir. 2 fevral ətrafında baş verən dolunay sizin üçün daha çox pərdə arxasında işləyən, taleyüklü bir sahəni işıqlandırır. Uzun müddətdir anlam verə bilmədiyiniz bir vəziyyətin daxili üzü üzə çıxa bilər və ya niyə belə oldu dediyiniz bir mövzu aydınlaşa bilər. Əgər arxanızdan gedən işlər
gizli söhbətlər, sizi yoran və ya zəiflədən durumlar varsa, bu dövrdə onların görünən hala gəlməsi mümkündür. Buna görə sözlərinizə, davranışlarınıza və paylaşdıqlarınıza diqqət yetirməyiniz faydalı olar. Gizli qalmalı mövzuların açığa çıxma ehtimalı yüksəkdir. Kim nə əkibsə, onun qarşılığını alma mərhələsinə girə bilər. Ayın irəliləyən günlərində, xüsusilə 7 və 10 fevralda, Merkurinin və Veneranın balıq bürcünə keçməsi ilə diqqətiniz tədricən ikili münasibətlərə və şəxsi həyata yönəlir. Son dövrlər iş və məsuliyyətlər səbəbindən laqeyd qaldığınız emosional paylaşımlar yenidən canlana bilər. Sevdiyiniz insanla daha çox vaxt keçirmək, romantik bağları gücləndirmək mümkündür. Əgər həyatınızda kimsə yoxdursa, bu dövr yeni bir tanışlıq və emosional yaxınlaşma baxımından da olduqca dəstəkləyicidir. 14 fevraldan etibarən Saturnun Qoç bürcünə keçməsi, qarşıdakı təxminən 2,5 il ərzində ortaq pullar, borclar və maddi məsuliyyətlər sahəsində sizi daha ciddi bir prosesə dəvət edir. Daha əvvəl münasibətlər sahəsində sizi yoran Saturn, indi maddi-mənəvi paylaşmaları strukturlaşdırma vəzifəsini önünüzə qoyur. Əgər səbirli və planlı hərəkət etsəniz, borcların yenidən tənzimlənməsi, ortaq büdcələrin daha sağlam idarə olunması və eyni zamanda daxili bir dönüşüm yaşamanız mümkündür. Bu proses yalnız maddi deyil, ruhani baxımdan da bağlılıq və etibar mövzularını sorğulaya bilər. 17 fevralda baş verəcək tutulma isə iş, xidmət və sağlamlıq sahələrinizi güclü şəkildə təsir altına alır. Gündəlik rejiminizdə, iş şəraitinizdə və iş mühitinizdə sürətli, gözlənilməz inkişaflar yaşana bilər. Bir işin bitməsi, yeni bir iş rejiminə keçid və ya birlikdə çalışdığımız insanların həyatında baş verən hadisələrin sizə də təsir etməsi mümkündür. Eyni zamanda bədəninizin verdiyi siqnalları daha ciddi qəbul etməli olduğumuz bir dövrdəsiniz. İndiyə qədər laqeyd qaldığınız bir sağlamlıq mövzusu artıq diqqət tələb edə bilər. Merkurinin ayın sonunda münasibətlər sahəsində geri hərəkətə hazırlaşması səbəbilə şəxsi həyatınıza dair vacib qərarları 26 fevrala qədər dəqiqləşdirməyiniz yerində olar. Bu tarixdən sonra yeni bir münasibətə başlamaq və ya mövcud münasibətdə kritik qərarlar almaq çətinləşə bilər. Ayın son günlərində Merkurinin və Veneranın qovuşması isə ay boyunca gərginləşən münasibətlərin yumşalmasına, söhbətlərin şirinləşməsinə və aydınlıq qazanmasına kömək edə bilər. Ümumilikdə bu ay, əziz qızlar, nəzarət etməyə çalışdığınız bir çox şeyin əslində sizin xaricinizdə formalaşdığını dərk edə bilərsiniz. Hər şeyi düzəltmək, toplamaq və ya idarə etmək məcburiyyətində deyilsiniz. Bəzən dağılmadan sağalmaq mümkün olmur. Axına biraz daha güvənmək, yüklərin bir qismini buraxmaq və özünüzə şəfqətlə yanaşmaq bu ayın ən böyük açarı olacaq. Şimdidən asanlıq arzuluyuram. Dəyişdirici və fərqindəlik dolu bir fevral ayı olsun. Əziz tərəzi və yüksələni tərəzi olanlar, Fevral ayına olduqca hərəkətli bir sosial gündəmlə daxil olursunuz. Dost çevrənizdən gələn xəbərlər, dəvətlər və müxtəlif inkişaflar bir tərəfdən sizi məşğul edərkən, digər tərəfdən münasibətlərinizi necə idarə etdiyinizi sorğulamağınıza səbəb ola bilər. Əslində bu ay prioritetiniz daha çox şəxsi həyatınız və sizi xoşbəxt edən sahələr olsa da, sosial mühitdə yaşananlar istər-istəməz diqqətinizi ora çəkə bilər. Xüsusilə ayın əvvəlində baş verən dolunay, dostluqlar, komandalar və işdən əldə olunan gəlirlər mövzusunda sizi daha görünən edir. Eyni zamanda haqqınızı tələb etmə və ön plana çıxma istəyinizi gücləndirir. Bu prosesdə şəxsi həyatla sosial çevrə arasında tarazlıq qurmaq vacib olacaq. Dostlarla bağlı inkişaflar səbəbindən sevdiyiniz insanı, partnyorunuzu və ya övladınızı laqeyd qoymaq riski yarana bilər. Verilən sözlərin tutulmaması və ya planların pozulması da mümkündür. Əksinə, şəxsi həyatınıza fokuslanarkən, sosial çevrənizdə sizə ehtiyacı olan insanları geri planda buraxmaq ehtimalı da var. Dolunay, məhz bu iki sahə arasında tarazlığı necə qurduğunuzu sizə açıq şəkildə göstərəcək. 14 fevraldan etibarən Saturnun Qoç bürcünə keçməsi ilə tərəzilər üçün çox önəmli və uzun müddətli bir dövr başlayır. Qarşıdakı təxminən 2,5 il ərzində ikili münasibətlər, evliliklər, ortaqlıqlar və əməkdaşlıqlar ciddi sınaqdan keçəcək. Həyatınızda kimlərin sizə həqiqətən yaxşı təsir etdiyini,
hansı münasibətlərin sizi aşağı çəkdiyini və məsuliyyətlərin ədalətli bölünüb, bölünmədiyini daha aydın görəcəksiniz. Bu müddətdə yeni münasibətlər və ortaqlıqlar üçün toxumlar səpilə bilər. Lakin bu toxumların qalıcı olması üçün tələsməmək, eqonu düzgün idarə etmək və realist yanaşmaq əsas şərtdir. 20 fevral ətrafında Saturn və Neptunun birləşməsi xəyallarınızı gerçəyə çevirmə potensialı yaradır. Doğru addımlar atılarsa, bir əməkdaşlıq, bir münasibət və ya hətta köç planı uzun müddətdir arzuladığınız bir həyat düzəninin təməlini qoya bilər. Lakin çəhrayı eynəklərlə baxmaq əvəzinə, ayaqları yerə möhkəm basan qərarlar vermək bu dövrün əsas açarı olacaq. 17 fevralda baş verəcək günəş tutulması isə sevgi, yaradıcılıq və uşaqlar sahəsini güclü şəkildə təsir altına alır. Uzun müddətdir qəlbinizi eşqə bağlamısınızsa, bu tutulma ilə birlikdə sevgi həyatınızda canlanma başlaya bilər. İlk mərhələdə qarşınıza çıxan insanla aranızda qəribə bir elektrik, hətta yüngül bir gərginlik hissi yarana bilər. Buna görə ani reaksiyalar vermədən prosesi axarına buraxmaq daha faydalı olar. Övladı olan tərəzilər üçün isə qarşıdakı 6 ay ərzində uşaqlarla bağlı mövzular daha çox gündəmə gələ bilər. Onların həyatındakı dəyişikliklər sizi də yaxından təsirləndirəcək. Ayın sonuna doğru, 26 fevralda, Mərkurinin iş, xidmət və sağlamlıq sahələrində geri hərəkətə hazırlaşması, bu mövzularda önəmli qərarları və başlanğıcları bu tarixə qədər tamamlamalı olduğunuzu vurğulayır. Daha sonra, 20 martadək mövcud düzəni gözdən keçirmək, çatışmazlıqları tamamlamaq və dincəlmək daha doğru olacaq. Sağlamlıqla bağlı böyük qərarları da bu müddətdə təxirə salmaq faydalı ola bilər. Ümumilikdə, fevral ayı, əziz tərəzilər, hamını razı salaraq tarazlıq yaratmaq anlayışını geridə qoyub, öz həqiqətlərinizlə uyğunlaşmağı öyrədir. Bəzi tarazlıqlar pozulur kimi hiss olunsa da, bu yalnız həqiqi tarazlığı tapmağınız üçündür. Qəlbinizlə ağlınız arasında seçim etməli ola bilərsiniz. Lakin doğru yerdə durmağı seçdiyinizdə, ayın sonunda həm münasibətlərdə, həm də iş həyatında daha aydın və daha rahat bir nöqtəyə gəldiyinizi görəcəksiniz. Gözəl, öyrədici və dəyişdirici bir ay arzulayıram. Əziz Əqrəb və yüksələni Əqrəb olanlar. Fevral ayına karyera, peşə və cəmiyyət qarşısındakı mövqeyinizin açıq şəkildə ön plana çıxdığı güclü təsirlərlə daxil olursunuz. Ayın lap əvvəlində baş verən dolunay, xüsusilə iş həyatınızda gizli qalan bəzi həqiqətləri üzə çıxara bilər. Qulağınıza çatan xəbərlər, əldə etdiyiniz məlumatlar və ya pərdə arxasında gedən proseslər sizi təəccübləndirə bilər. Bu dövrdə rəhbər şəxslərlə və ya avtoritet fiqurlarla münasibətlərdə eniş-yoxuşlar yaşanması da mümkündür. Son zamanlar atdığınız addımlar artıq nəticə verməyə başlayır. Əgər ünsiyyətdə doğru yanaşmalar sərgiləmisinizsə, məsuliyyət götürmüsünüzsə və sağlam bir sistem qurmusunuzsa, bu dolunay sizə uğur, görünürlük və təqdir gətirə bilər. Ancaq fürsətləri düzgün dəyərləndirməmisinizsə və ya prosesi yaxşı idarə etməmisinizsə, bunun əksi olaraq tənqidlər və ya geri planda qalma hissi ilə də üzləşə bilərsiniz. Bu səbəbdən bu dövr sizə tez-tez doğru yerdəyəmmi, doğrudanmı doğru yükləri daşıyıram sualını verdirməyə başlaya bilər. 14 fevraldan etibarən Saturnun Qoç bürcünə keçməsi ilə iş, xidmət və sağlamlıq sahələrinizdə uzun müddətli bir sınaq mərhələsi başlayır. Qarşıdakı təxminən 2,5 il ərzində iş rejiminiz, iş mühitiniz və bədəniniz sizdən daha çox nizam, intizam tələb edəcək. Gündəlik temp ağırlaşa, məsuliyyətlər arta bilər. Xüsusilə sağlamlıq mövzusu diqqətdən kənarda qalmamalıdır. Qidalanma rejiminiz, stress səviyyəniz və bədəninizin verdiyi siqnallar daha da önəm qazanacaq. Saturn bu sahədə sizə necə yaşayırsan və özünə necə baxırsan suallarını ciddi şəkildə düşündürəcək. 17 fevralda baş verəcək günəş tutulması isə ev, ailə və yaşayış sahələrinizdə köklü dəyişikliklərə işarə edir. Köç, evlə bağlı ani qərarlar, alqı-satqı və ya kirayə mövzuları gündəmə gələ bilər. Ailə daxilində əvvəllər açıq şəkildə danışılmayan məsələlər üzə çıxa bilər. Bu tutulma, qarşıdakı 6 ay ərzində sizi daha güvənli hiss etdirəcək bir yaşayış nizamı qurmağın vacibliyini vurğulayır. Eyni zamanda partnyorunuzun ailəsi, karyerası
və ya ev həyatı ilə bağlı baş verən inkişaflar da dolayı yolla sizə təsir göstərə bilər. Bu prosesdə ən önəmli açar söz çeviklikdir. Hadisələri zorla yönləndirməyə çalışdıqca tıxandığınızı hiss edə bilərsiniz. Həyatı zorla istədiyiniz kimi formalaşdırmağa çalışmaq əvəzinə, axına uyğunlaşdıqda hər şeyin daha asan həll olunduğunu görəcəksiniz. Fevral ayı sizə nəzarəti buraxmağın bir güc itkisi deyil, əksinə, daxili güclənmə olduğunu göstərə bilər. Ayın irəliləyən günlərində Merkurinin və Veneranın balıq bürcünə keçməsi ilə sevgi həyatınız canlanır. Romantik paylaşımlar arta, sevdiyiniz insanla daha yumşaq və anlayışlı bir ünsiyyət qura bilərsiniz. Uşağı olan əqrəblər üçün, uşaqlarla bağlı mövzularda daha şəfqətli və dəstəkləyici bir dövr başlayır. Sənət fəaliyyəti, yaradıcılıq və hətta riskli investisiyalar baxımından da ilhamverici təsirlər ön plandadır. Lakin 26 fevraldan sonra Merkurinin sevgi və zövq sahənizdə geriyə doğru hərəkətə keçməyə hazırlaşması, münasibətlərdə ünsiyyət xətalarına açıq bir dövrə işarə edir. Keçmiş sevgilər yenidən gündəmə gələ bilər və ya mövcud münasibətdə köhnə mövzular yenidən masaya yatırılar. Bu səbəbdən həm emosional, həm də maddi mövzularda böyük və bağlayıcı qərarları mart ayının ortalarına qədər təxirə salmaq daha sağlam olacaq. Xülasə olaraq, əziz əqrəblər, bu ay sizi sakit, lakin dərin bir dönüşmə dəvət edir. Karyerada görünürlük artarkən, ev və ailə sahəsində köklü fərqindəliklər yaşaya bilərsiniz. Nəzarəti bir qədər boşaldıb, çevik qaldıqda, ayın sonunda həm daxili, həm də xarici baxımdan daha güclü və daha aydın bir nöqtəyə gəldiyinizi aydın şəkildə hiss edəcəksiniz. Gözəl, öyrədici və dəyişdirici bir fevral ayı arzulayıram. Əziz oxatan və yüksələni oxatan olanlar, fevral ayı sizin üçün nisbətən daha xoş, axıcı və öyrədici bir dövr kimi ön plana çıxır. Ümumi atmosfer qeyri-müəyyən və dəyişkən olsa da, siz bu ayı bir pillə irəliləmə və fərqindəlik qazanma prosesi kimi yaşaya bilərsiniz. Ayın lap əvvəlində baş verən dolunay uzaqlarla bağlı mövzuları sürətləndirir. Ani bir səfər gündəmə gələ bilər və ya təhsil, media, hüquq və xariclə əlaqəli işlərinizdə diqqət çəkən inkişaflar yaşana bilər. Görülən işlərdə daha çox görünmək, tanınmaq və səsinizi eşitdirmək imkanınız artacaq. Bu prosesdə daha çox yaxın çevrənizdən kənarda qalan insanların məsələləri ilə məşğul olmağınız lazım ola bilər. Uzaq qohumlar, həyat yoldaşınızın bacı-qardaşları və ya heç gözləmədiyiniz şəxslərdən gələn xəbərlər gündəminizə daxil ola bilər. Sosial mediadan aktiv istifadə edirsinizsə, xüsusilə dolunay günlərində dediklərinizə və paylaşımlarınıza daha çox diqqət yetirməyiniz faydalı olar. Az tanıdığımız insanlarla qurduğunuz münasibətləri düzgün idarə etmək bu dövrün əsas sınaqlarından biri olacaq. 14 fevralda Saturnun Qoç bürcünə keçməsi ilə sevgi, uşaqlar və sizi xoşbəxt edən sahələrdə yeni bir mərhələ başlayır. Qarşıdakı təxminən 2,5 il ərzində sevgi həyatınız daha ciddi və məsuliyyət tələb edən bir formaya keçə bilər. Bu münasibətə doğrudanmı zəhmət sərf etmək istəyirəm? Sualını özünüzə daha tez-tez verə bilərsiniz. Uşağı olan oxatanlar üçün uşaqların təhsili və gələcəyi ilə bağlı mühüm qərarlar gündəmə gələ bilər. Yaradıcılıq və sənət sahələrində isə daha planlı və intizamlı irəliləmək lazım olacaq. Hobbiləri daha konkret hala gətirmək və məhsuldarlığı artırmaq üçün əlverişli bir zəmin formalaşır. 17 fevralda baş verəcək halqalı günəş tutulması, yaxın çevrə, bacı-qardaşlar, qohumlar, ünsiyyət və ticarət sahənizi güclü şəkildə təsirləndirir. Təhsil, satış, tanıtım, rəqəmsal işlər, media və nəqliyyat mövzuları sürətlənə bilər. Alqı-satqı, onlayn işlər və müqavilələr gündəmə gələ bilər. Bununla yanaşı bu tutulma, yaxın çevrənizdə sizə dəstək olan insanların həyatında gözlənilməz hadisələrin baş verə biləcəyini də göstərir. Bu vəziyyət dolayı yolla sizin planlarınıza təsir edə bilər. Qarşıdakı 6 ay ərzində iş həyatında bir çox işi tək başına bacarsanız da, dəstək və kömək tapmaqda çətinlik çəkə bilərsiniz. Bu isə sizə hər yükü tək başına daşımalıyam sualını düşündürə bilər. Ayın ortalarından etibarən Merkurinin və Veneranın balıq bürcünə keçməsi ilə ev, ailə və yuva mövzuları ön plana çıxır. Evinizi gözəlləşdirmək, ailə üzvləri ilə daha çox vaxt keçirmək və ev daxilində müəyyən düzənləmələr etmək istəyə bilərsiniz. Lakin 26 fevralda
Merkurinin bu sahədə geri hərəkətə hazırlaşması səbəbilə evlə bağlı mühüm qərarları, köç, alqı-satqı və kirayə işlərini imkan daxilində bu tarixə qədər tamamlamaq daha məqsədə uyğun olar. 26 fevraldan sonra isə martın ortalarına qədər müşahidə etmək və tələsməmək ən doğru yanaşmadır. Fevral ayı boyunca inanclarınızı, baxış bucağınızı və həyat istiqamətinizi də sorğulaya bilərsiniz. Uzun müddətdir doğru bildiyiniz bəzi düşüncələr sınaqdan keçə bilər. Təhsil, hüquqi proseslər və ya xariclə bağlı planlarda dəqiqləşmələr yaşana bilər. Dediyiniz sözlərin və aldığınız qərarların taleyiniz üzərində daha güclü təsir yaratdığını daha aydın hiss edə bilərsiniz. Buna görə də xüsusilə ayın ilk həftəsində ani reaksiyalardan, sərt sözlərdən və tələsik qərarlardan uzaq durmaq çox önəmlidir. Ayın son günlərinə doğru ailə daxilində yaşanan gərginliklərin yumşalması, ev-iş balansının yenidən qurulması və qeyri-müəyyənliklərin tədricən aydınlaşması mümkündür. Fevral ayı sizin üçün həm xoş, həm də öyrədici olacaq. Sözlərinizin və niyyətlərinizin tez qarşılıq tapdığı bu dövrdə, şüurlu və sakit şəkildə irəlilədiyiniz təqdirdə qazanan tərəf siz olacaqsınız. Gözəl bir fevral ayı arzulayıram. Əziz Oğlaq və yüksələni Oğlaq olanlar. Fevral ayına pul və etibar mövzularının güclü şəkildə ön plana çıxdığı bir dövrlə daxil olursunuz. Bu ay qazancınız arta bilər. Əlinizə keçən vəsaitlər motivasiyanızı yüksəldə bilər. Lakin əsas məsələ nə qədər qazandığınızdan çox, bu pulu necə idarə etdiyiniz olacaq. Alacaq borc tarazlığı, bank əməliyyatları, kreditlər, vergilər və ortaq paylaşımlar bu ay tez-tez gündəminizə gələ bilər. Gözlənilməz bir ödəniş və ya ani bir borc planlarınızı yenidən tənzimləməyinizi tələb edə bilər. Buna baxmayaraq, soyuqqanlılığınızı qoruyub, büdcənizi düzgün idarə etdiyiniz müddətcə, bu prosesin öhdəsindən rahatlıqla gələ biləcək gücdəsiniz. Ayın əvvəlindəki dolunay xüsusilə ortaq pullar və maddi məsuliyyətlər mövzusunda güclü bir fərqindəlik yaradır. Bu yükü niyə tək başına daşıyıram və ya doğrudanmı ədalətli bir paylaşım var kimi suallar zehninizi məşğul edə bilər. Gizli qalmış bəzi xərclər, borclar və ya maliyyə məsələləri üzə çıxa bilər. Bu dövr təkcə pulla deyil, pulun təmsil etdiyi dəyərlərlə də üzləşdiyiniz bir zaman olacaq. 7 və 10 fevraldan etibarən Merkurinin və Veneranın balıq bürcünə keçməsi ünsiyyət tempinizi sürətləndirir. Qohumlar və bacı-qardaşlarla münasibətlər canlana bilər. Qısa səfərlər, görüşlər, toplantılar və razılaşmalar arta bilər. Satış, tanıtım, reklam, marketinq, logistika və onlayn işlər baxımından da hərəkətli bir dövrdəsiniz. Texnoloji cihazlara marağınız arta bilər. Telefon, kompüter, proqram təminatı və ya avadanlıq alışları gündəmə gələ bilər. Lakin mühüm görüşləri, müqavilələri və alış-verişləri imkan daxilində 26 fevrala qədər tamamlamağınız daha məqsədə uyğun olar. Çünki bu tarixdən sonra Merkuri bu sahədə geri hərəkətə başlayır və ünsiyyət pozuntuları, gecikmələr və texniki problemlər yarana bilər. 14 fevralda Saturnun Qoç bürcünə keçməsi ilə həyatınızın əsas sahələrində yeni bir məsuliyyət dövrü başlayır. Qarşıdakı təxminən 2,5 il ərzində ev, ailə və yuva mövzuları daha çox ön plana çıxacaq. Köçmək, ev almaq, evlə bağlı böyük dəyişikliklər etmək və ya ailə böyüklərinin məsuliyyətini üzərinizə götürmək gündəmə gələ bilər. İndiyə qədər arxa planda qalan ailəvi məsələlər artıq qaça bilməyəcəyiniz mövzulara çevrilir. Saturn bu sahədə sizə təməlin nə qədər möhkəmdir sualını verdirdəcək. Vərdişlərinizi, ailə daxilindəki rolunuzu və evlə bağlı gözləntilərinizi yenidən qurmağınız lazım ola bilər. 20 fevral ətrafında Saturn və Neptunun təsiri ilə ev və ailə mövzularında həm xəyallar qurmaq, həm də bu xəyalları reallığa çevirmək istəyə bilərsiniz. Yaradıcı fikirləriniz arta bilər. Lakin bu prosesdə tələsməkdənsə, hər addımı hesablayaraq irəliləmək ən doğru yanaşma olacaq. Uzun müddətli bir struktur qurursunuz. Buna görə səbir və realizm böyük əhəmiyyət daşıyır. 17 fevralda baş verəcək günəş tutulması maliyyə sahənizdə yeni bir səhifə açır. Bu tutulma qazanc modelinizdə dəyişikliklərə işarə edir. Gəlirləriniz arta bilər, xüsusilə texnologiya, proqram təminatı,
mühəndislik, akademik fəaliyyətlər, rəqəmsal işlər və biliyə əsaslanan sahələrdən qazanc əldə etmə potensialınız yüksəkdir. Bununla yanaşı, bu proses dalğalanmalara da açıqdır. Sürətli qazanclarla bərabər ani xərclər, qiymət artımları və ya gözlənilməz məsrəflər də gündəmə gələ bilər. Buna görə riskli investisiyalardan, spekulativ işlərdən və ani maliyyə addımlarından uzaq durmağınız çox vacibdir. Xüsusilə birja və oxşar sahələrdə ehtiyatlı davranmaq faydalı olar. Ayın sonuna doğru Merkurinin geri hərəkəti ilə ünsiyyətdə anlaşılmazlıqlara, bacı-qardaşlar və yaxın çevrə ilə lazımsız mübahisələrə diqqət yetirməyiniz lazım ola bilər. Böyük qərarlar almaqdansa müşahidə etmək, çatışmayan cəhətləri görmək və martın ortasını gözləmək daha sağlam nəticələr verəcək. Fevral ayı sizin üçün təkcə pul qazanmaq deyil, eyni zamanda öz dəyərinizi yenidən dərk etmək ayıdır. Nəyə zəhmət verdiyinizi, kimin və ya nəyin sizi həqiqətən bəslədiyini sorğulaya bilərsiniz. Doğru tarazlığı qurduğunuzda həm maddi, həm də mənəvi baxımdan gücləndiyinizi hiss edəcəksiniz. Səbirli, planlı və ehtiyatlı irəliləsəniz, bu ay sizin üçün səmərəli və öyrədici bir dövrə çevriləcək. Gözəl bir fevral ayı arzuluyuram. Əziz Dolça və yüksələni Dolça olanlar. Fevral ayına ikili münasibətlər, ortaqlıqlar və şəxsi həyatınızın tam mərkəzdə olduğu bir gündəmlə daxil olursunuz. Bu dövrdə biraz daha özünüzə qapanmaq, tək qalmaq, enerjinizi şəxsi hədəflərinizə və ehtiyaclarınıza yönəltmək istəyə bilərsiniz. Heç kimlə çox təmasa girmədən irəliləmək arzunuz güclüdür. Lakin ayın əvvəlindəki təsirlər sizə bunu xatırladır. İstəsəniz də, istəməsəniz də, münasibətlər, üzləşmələr və təmaslar qaçılmaz olacaq. Əsas məsələ bu prosesi necə idarə etdiyinizdir. Fevralın ilk günlərində baş verən dolunay, münasibətlərdə bitirəkmi, davam edəkmi sualını yüksək səslə gündəmə gətirə bilər. Yeni bir tanışlıq, ani bir yaxınlaşma və ya mövcud bir münasibətin axarını dəyişəcək qərarlar ön plana çıxa bilər. Evlisinizsə və ya həyatınızda ciddi biri varsa, onun yaşadığı hadisələr planlarınızı yenidən tənzimləməyinizi tələb edə bilər. Öz şəxsi məkanınıza olan ehtiyacınızla qarşı tərəfin gözləntiləri arasında qalmağınız zaman-zaman gərginlik yarada bilər. Bu prosesdə təkcə sevgi deyil, ortaqlıqlar, əməkdaşlıqlar, hüquqi mövzular, köç və ya məsləhətçiliklə bağlı qərarlar da önə çıxır. Eyni zamanda görünənliyiniz artır. Daha çox danışılan, daha çox diqqət çəkən biri ola bilərsiniz. Populyarlıq yüksəldikcə, münasibətləri balansda saxlamaq əlavə diqqət tələb edəcək. 7 və 10 fevraldan sonra Merkurinin və Veneranın balıq bürcünə keçməsi ilə maddi mövzular sürət qazanır. Pul söhbətləri arta bilər, yeni qazanc imkanları yarana bilər, alqı-satqı və ya daşınmaz əmlakla bağlı gündəmlər formalaşa bilər. Bu dövrdə maddi baxımdan daha dəstəkləyici təsirlər mövcuddur. Lakin 26 fevrala qədər mühüm maliyyə qərarlarını tamamlamaq böyük əhəmiyyət daşıyır. Çünki 26 fevraldan sonra Merkuri pul sahənizdə geri hərəkətə başlayacaq və martın ortalarına qədər böyük borclar altına girmək, riskli investisiyalar etmək və ya ağır öhdəliklər götürmək çox da sağlam olmayacaq. Köhnə iş əlaqələri ilə irəliləmək, yeni başlanğıclardan daha təhlükəsiz ola bilər. 14 fevralda Saturnun Qoç bürcünə keçməsi ilə ünsiyyət, yaxın çevrə, bacı-qardaşlar və qohumlar sahəsində uzun müddətli bir sınaq başlayır. Qarşıdakı təxminən 2,5 il ərzində sözlərinizin, qərarlarınızın və ünsiyyət tərzinizin məsuliyyətini daha dərindən hiss edəcəksiniz. Yaxın ətrafınızdakı insanların həyatında baş verən hadisələr sizə də birbaşa təsir göstərə bilər. Səbirsizlik, ani çıxışlar və egosal reaksiyalar münasibətləri çətinləşdirə bilər. Buna görə ölçülü olmaq, lazım gəldikdə bəzi insanlarla məsafə saxlamaq daha sağlam nəticələr verəcək. Ayın ən diqqət çəkən hadisəsi isə 17 fevralda bürcünüzdə baş verən halqalı günəş tutulmasıdır. Bu tutulma sanki kimliyinizdə bir yenilənmə effekti yaradır. Xüsusilə 14-cü fevraldan 19-cu fevral tarixləri arasında doğulan dolçalar bu enerjini daha güclü hiss edəcək. Həyat istiqamətiniz, duruşunuz, vərdişləriniz və mən artıq buyam dediyiniz sahələr
köklü şəkildə dəyişə bilər. Bir münasibəti bitirmək və ya əksinə, yeni bir başlanğıca cəsarətlə addım atmaq qərarı verə bilərsiniz. İş, ailə və şəxsi həyat arasında sıxışmış duyğular ən çox ev mühitində və ailə münasibətlərində üzə çıxa bilər. İçinizdə yığılan qəzəb və gərginliyi yanlış şəkildə ifadə etmək qəzalar və ya incitici mübahisələr yarada bilər. Buna görə sakit qalmaq bu ayın əsas açarıdır. Bu tutulma geri dönüşü çətin qərarları da özü ilə gətirə bilər. Başqalarının gözləntilərinə görə deyil, öz duruşumuza görə hərəkət etməli olduğunuz bir dövrdəsiz. Həyatınızda razı olmadığınız bir iş, rol və ya münasibət varsa, artıq bunu davam etdirmək məcburiyyətində deyilsiniz. Lakin sürətli qərar verməklə tələskənlik arasındakı fərqi düzgün ayırd etməyiniz çox vacibdir. Uranın təsirləri ani dəyişikliklər üçün münbit zəmin yaratsa da, diqqətsizlik aldadılma, yanlış vədlər və maddi itkilər riskini də artıra bilər. Xülasə olaraq, fevral ayı sizin üçün güclü bir dönüş nöqtəsidir. Kimliyiniz, münasibətləriniz və həyat istiqamətiniz yenidən formalaşır. Sakit, şüurlu və uzun müddətli düşünərək atdığınız hər addım sizi daha azad və sizə aid bir həyata aparacaq. Bu ayın sonunda mən artıq başqa biriyəm deməyiniz heç də təəccüblü olmayacaq. Fərqindəliklə dolu, gözəl bir fevral ayı arzulayıram. Əziz balıq və yüksələni balıq olanlar. Fevral ayına əmək fəaliyyəti, gündəlik nizam və sağlamlıq mövzularının olduqca ön planda olduğu bir atmosferlə daxil olursunuz. Bu ay həm iş şəraitinizi, həm də bədəninizlə qurduğunuz münasibəti daha aydın şəkildə görməyinizə şərait yaradacaq. Xüsusilə ayın əvvəlində baş verən dolunay, iş mühitində tamamlanmalı olan bir prosesi, vəzifə dəyişikliyini və ya uzun müddətdir sizi yoran bir mövzunun ön plana çıxmasını sürətləndirə bilər. Eyni zamanda bu dövr sağlamlığınıza nə qədər diqqət yetirdiyinizi də sizə xatırladacaq. Yorğunluq, bel və duruşla bağlı həssaslıqlar, qan dövranı ilə əlaqəli xırda siqnallar və ya ümumi halsızlıq hissi yaşaya bilərsiniz. Bunlar bir xəbərdarlıq xarakteri daşıyır. Bədəninizi dinləməyiniz və tempinizi bir qədər azaltmağınız olduqca vacibdir. Ayın ilk günlərində iş yoldaşları ilə münasibətlərdə gərginliklər yarana bilər. Hər şeyi tək başına üzərinizə götürmək və ya hamını razı salmağa çalışmaq sizi daha da yoracaq. Fevralın ilk yarısında xüsusilə istirahətə, yuxu rejiminizə və immunitetinizə diqqət yetirməlisiniz. 10 fevrala qədər enerjiniz zaman-zaman enə bilər və istəmədən geri planda qalmağı seçə bilərsiniz. Bu bir çatışmazlıq deyil, əksinə, sizə yaxşı təsir edəcək daxilə yönəlmə dövrüdür. 7 fevralda Merkurinin, 10 fevralda isə Veneranın bürcünüzə keçməsi ilə atmosfer tədricən dəyişir. Özünüzü ifadə etmək asanlaşır, münasibətlərdə yumşalma başlayır və xarici görünüşünüzə, özünüzə daha çox diqqət ayırmaq istəyə bilərsiniz. Kiçik alış-verişlər, imicdə dəyişikliklər və ruhunuza yaxşı təsir edən toxunuşlar bu dövrdə əhvalınızı yüksəldə bilər. İnsanların sizi daha çox fərq etdiyini də hiss edəcəksiniz. 14 fevraldan etibarən Saturnun bürcünüzdən çıxaraq maddi sahəyə keçməsi isə mühüm bir dönüş nöqtəsidir. Uzun müddətdir üzərinizdə hiss etdiyiniz təzyiqin yüngülləşdiyini sezə bilərsiniz. Qarşıdakı təxminən 2,5 il ərzində maddi mövzular, qazanc sisteminiz və öz dəyər anlayışınız ön plana çıxacaq. Pul anlayışınız dəyişir. Nə qədər qazandığınız qədər, nəyə layiq olduğunuzu da sorğulayacağınız bir mərhələ başlayır. Bu dövrdə borc almaq, mövcud borcları yenidən strukturlaşdırmaq və ya ailədən birinin maddi məsuliyyətini üzərinizə götürmək gündəmə gələ bilər. Tələsik addımlar əvəzinə, uzun müddətli və reallığa əsaslanan planlar qurmaq sizin üçün daha faydalı olacaq. 20 fevral ətrafında Saturn və Neptunun maddi sahədəki qovuşması, xəyal etdiyiniz, lakin hələ konkretləşdirə bilmədiyiniz qazanc modellərini yenidən nəzərdən keçirməyinizə səbəb ola bilər. Əgər gördüyünüz işdən razı deyilsinizsə və ya yeni bir gəlir mənbəyi yaratmaq istəyirsinizsə, bu ay atılan fikir toxumları önümüzdəki illərdə böyüyə bilər. Dərhal hərəkətə keçmək məcburiyyətində deyilsiniz. Əsas olan vizyonu aydınlaşdırmaqdır. 17 fevralda baş verəcək günəş tutulması isə sizin üçün daha daxili və taleyüklü bir təsir daşıyır. Bu tutulma nəzarətinizdən kənarda inkişaf edən hadisələri sürətləndirə bilər. Yaxın çevrə, qohumlar, bacı-qardaşlar
və ya təhsillə bağlı mövzularda gözlənilməz inkişaflar yaşana bilər. Xariclə bağlı planlar, səfərlər və ya uzaqlarla əlaqəli işlər gündəmə gələrkən, eyni anda ətrafınızdakı insanların ehtiyacları arasında qalma ehtimalınız da arta bilər. Qarşıdakı 6 ay ərzində böyük başlanğıclardansa, bağlanmalı olan mövzuları bağlamaq və yarım qalan işləri tamamlamaq daha doğru strategiya olacaq. 26 fevralda Merkurinin bürcünüzdə geri hərəkətə başlaması ilə ünsiyyət mövzusu daha həssas hala gəlir. Yanlış anlaşılmalar, ifadə xətaları və qərarsızlıqlar arta bilər. Buna görə 26 fevrala qədər önəmli danışıq və imzaları tamamlamağınız məsləhətdir. 26 fevraldan 20 mart tarixləri arasında isə daha çox müşahidə etmək, düzəlişlər aparmaq və tələsik qərarlardan uzaq durmaq faydalı olacaq. Xülasə olaraq, fevral ayı balıqlar üçün bir bağlanış və təmizlənmə dövrüdür. Yorucu, amma öyrədici. Köhnə yüklərin buraxıldığı, yeni bir mərhələyə hazırlıq görüldüyü bir zamandasınız. Xüsusilə ayın sonuna doğru alacağınız təkliflər, eşidəcəyiniz sözlər və ya edəcəyiniz danışıq həyatınızın istiqamətini dəyişəcək qədər təsirli ola bilər. Özünüzə qarşı nəzakətli olun, tempinizi azaldın və sezgilərinizə güvənin. Bu ayın sonunda özünüzü xeyli yüngülləşmiş hiss edəcəksiniz.